Kızım, Ha? Allah sizden razı Yaxşı. olsun. Gerçekten. Gülüşe bak, gör bu yaltaq, gör bu prezident, bu kişi göndü bu göstermək istəyir ki, yəni bu uşaqlar çox istəyir falan, yəni uşaq pulunun verilməməsinin buna dəxli yoxdur. Bu baxın. Sen hara ki kaçtın? Hara kaçtın? Baba. Adı nedir? Güler. Güler, maşallah. Maşallah ki olmasın qalan. Baxın. Yalandan mars, murs, o uşağı, bu uşağı öpürküyə ki, bununla göstərmək istəyir ki, mən uşaqları çox sevirəm. Mən, yəni mənlik burada bir şey yoxdur. Yəni bu qədər şərəfsiz, bu qədər ikiyüzlü, bu qədər dəhşətli rol fikir verin, yalandan basıb bağlamaqdır da. Dərəduzun uşaq sevgisi, təsəvvür edin. Budur bizim bugünkü bütün bizim bu faciələrimizin əsəri budur dostlar. Bax bu. Prezident kimi artistlik eləyir. Uşaqlarla sən necəsən, o anda uşaq bir dəstə uşaq göndərirlər, hə bu görüşür, onunla öpür güya ki, bilirsiniz niyə belə eləyir? Ona görə ki, özünü kompensirovat eləmək istəyir ki, yəni bu uşaq pulunun verilməməsinin buna dəxli yoxdur. Məmurlardır bunun qarşısını alan ki, dövlətin, ölkənin pulu yoxdur. Ona görə də bütün məsələ budur. Amma biz hamımız bilirik ki, İlham Əliyev bugün məhz Azərbaycan övladına, Azərbaycan uşağına nəyə görə uşaq pulu vermir? Sadəcə olaraq Azərbaycan insanının narahat yaşaması, yəni insan rahat yaşasa, hər şeyi qaydasında olsa, o bu ölkədə baş verən hadisələrlə razılaşmaz. Bütün hallarda razılaşmaz. Deyər ki, amma bugün insanın arzusu bir çörək puludur. Yəni bəzən işte cəhənnəm olsun, uşağı neynəmə məktəbə gec getməsin, sonrasında normal yeməyi, qidalanmağı, yaşamağı olsun. Yəni bu hala gətiriblər Azərbaycan insanına. Təsəvvür edin. Rayonlarda ümumiyyətlə dəhşətdir. Nədir dəhşət bilirsinizmi? Yəni insanlar bir-birlərinə qənim kəsirlər. Repetitor yanına getməsi üçün uşaqlar, müəllimlər dərsə gəlib dərs demirlər. Sadəcə olaraq başlarını gizləyirlər ki, kim oxumaq istəyir, repetitor kimi ayda pulunu ödəsin, gəlsin öyrədim. Heç kimin deyir, dədəsinə mənim borcum yoxdur. Təsəvvür edin, aparılan təbliğat, aparılan bugünkü siyasət budur dostlar. Bax, İlham Əliyev və onun bandası bizi, təhsilimizi bax, bu günə salıb. Və bizi nökər xislətli böyütmək üçün nökər də təbii məsələdir ki, nökər ancaq ağasına xidmət edir. O, ondan inqilabçı olmaz. Ondan azad insan olmaz. Nə istəyirsən elə. Məsələ budur. Və Mehriban da onun kimi, bax, gör nə paylaşıb bu. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva. Bu birinciliyin əsas missiyası dövlətə, vətənə və xalqa sədaqətlə xidmətdə qərarlaşıb. O, Azərbaycan qadınının kimliyini dünyaya uğurla təqdim edir. Bu kimliyin əsasında isə canı qədər sevdiyi Azərbaycanın yüksəlişi, onun beynəlxalq miqyasda uğurlu təqdimatı doğma xalqının rifahı dayanır. Təsəvvür edirsiniz, Mehriban və Azərbaycan qadının dünyaya tanınması və rifahı, filanı, zadı belə özündən böyük, bayağı sözlər. Yəni, bu elə bilir ki, bu xəstə qadın elə bilir ki, bunları efirdə deməklə, filanla cəmaatın bundan xoşu gələcək və doğrudan da deyəcək ki, bu xalqın, bu millətin inkişafında Mehriban Əliyevanın böyük xidmətləri, böyük filan. Bax, təhsilin olmamasının dəhşəti budur. Sən təhsilin yoxdur, deyirsən elə belə də olmalıdır. Gözümü açandan, yəni, baxırsan, görürsən ki, bu ağa kimi gəzir, o birisi də deyək ki, çiynində o gedib meşədən odun qırıntıları yığır, çırpı gətirən qadın yadınızdadır mı? Bax, həmən məsələdir dostlar, söhbət bundan gedir və bax, bu bizim ən böyük faciələrimizdən biridir.